Şagirdlər, kanala və videoya hər biriniz xoş gəlmisiniz. Bugün səhifə 67 və 68-də olan ümumiləşdirici tapşırıqların izahını verəcəm. Deməli, əvvəlcə sizlərə bunu deyim ki, xülasə indiyə kimi keçdiyiniz bütün dərslərin, yəni ümumi mövzuların bir məzmunu şəklində hazırlanmış bir qısa məlumatdır. Yəni ona görə də bu məlumatı siz əgər oxusanız və əzbərləsəniz, summativlərdə yəni 5 alacaqsınız. Ən azı 85-dən 5 alacaqsınız. Deməli, gəlin ümumiləşdirici tapşırıqlarda birinci tapşırığımıza baxaq. Hansı halda kimyəvi birləşmə verilmişdir? Azot qazı. Deməli, azot qazı N-dir. Yəni N2. Hidrogen qazı H2-dir. Karbon qazı CO2-dir. Dəmir isə, yəni ferium F hərfi ilə işarə olunur. Yalnız F hərfi ilə. Bir dəqiqə mən. Kükürt isə sadəcə olaraq S şəklində ifadə olunur. Bir dəqiqə bunları sərgəli şəkildə yazaq. Deməli, azot qaz N2, hidrogen qazı H2, karbon qazı CO2, yəni karbon dioksid kimi də oxuna bilər. Dəmir isə F şəklində yazılır. Və burada hansı kimyəvi birləşmədir? Gəlin tapaq. Məncə bunu artıq siz tapdınız. Karbon qazı birləşmədir. Yəni, iki müxtəlif atomun birləşməsindən əmələ gəlib. Yəni, mürəkkəb maddədir, bəsit maddə deyil. Keçək indi ikinci tapşırığımıza. Deməli, hansı hallarda maddələrin adı doğru göstərilmişdir? Adı doğru göstərilməyən maddələrin adını dəftərinizə qeyd edin. İndi gəlin baxaq. Karbon dioksid. Burada nə verilib? Karbon dioksid. Karbon dioksid belə yazılır. Əslində, yəni belə yazılmır. Baxın. Dioksiddirsə 2 oksigen atomunun olduğu qeyd edilməlidir. Amma burada sadəcə olaraq karbon oksid qeyd olunub. Yəni karbon CO belə. Amma əslində baxın belə olmalı idi. Yəni bu yanlışdır. Qarşısına bir X qoyaq. Kalsium oksid. Baxın bu doğrudur. Kalium xlorid. Xeyr, kalium xlorid belə olmur. Bu kalsiumdur. Kalium isə belə qeyd olunur. Və bu şəkildə yazılır. Yəni bu da yanlışdır. Kalsium karbonat bu tamamilə doğrudur. Deməli, baxırıq. Deyir ki, adı doğru göstərilməyən maddələrin adını qeyd edəsiniz. Siz karbon dioksidin və bizdən burada adını deyir, formulunu demir. Yəni, siz karbon dioksid və bunun adını yazasınız. Baxın, bir bunu belə bura işarə qoyaq. Bir bunu, bir də bunu dəftərinizə qeyd edəsiniz. İkinci çalışma olaraq. Daha sonra maddələrin kimyəvi formulunu dəftərinizə yazın. Gəlin baxaq. Su H2
CO. Dəm qazı bilirik ki, karbon qazıdır. Yəni CO2. Silisyum dioksid. Baxın, silisyum deyib, yazıram silisyum. Silisyum. Bax, burada dioksid. Digər dərsdə biz bunu izah etmişdik. Dioksid deyirsə, onu yazıram. Bir dənə də di, yəni 2. Əgər trioksid desəydi, bu zaman 3 yazacaqdım bura. Di, 2 yazdım. Natrium bromid. Natrium bromid isə belə yazılır. Yəni bromid. Bu qədər. Keçək 4-cü çalışmaya. Bunu bildim ki, yəni bunu yazmışıq. Uyğunluğu müəyyən edin. Deməli, bu nə deməkdir? Gəlin bunu sizlərə izahını verim ki, yəni nəyi tapırıq burada? Bizə kimyəvi birləşməni verib, yəni kimyəvi birləşmə X bir kimyəvi birləşmədir. Yəni məsələn X natrium xlordur kimi düşünə bilərik. Və bizə deyir ki, bu X-in tərkibində hidrogen var, amma oksigen yoxdur. Gəlin əvvəlcə bunların formulunu yazaq və elə daha rahat tapa bilərik. Deməli, burada yazacağam ki, H2O, az öncə bunlar yazdıq. Karbon qazı dediyim kimi dəm qazı deməkdir həm də. Yəni dəm qazı da karbon qazı kimi yazılır formulu. Daha sonra amonyak isə NH3 kimi yazılır. Deməli, gəlin müəyyən edək. Baxa görə hansının tərkibində hidrogen var, amma oksigen yoxdur. Bax, bu X-ə aiddir. Yəni, X ilə uyğunlaşdıracaq. Hidrogen hansının tərkibində var? Bir bunun tərkibində var, bir də bunun tərkibində var da. Amma bizə deyir ki, oksigen olmasın. Bax, bunu deyir, oksigen olmasın. Burada oksigen var, axı ona görə də bax, bunu götürəcəm. Yəni, X-in qarşısına yazacağım ki, C. Yəni, C variantı. Və belə də oxlarla bunu göstərəcək ən axırdanma. Daha sonra, Y-də bizə nə deyir? Y-də deyir ki, hidrogen də var, oksigen də var. Baxıram ki, bunda hidrogen var, oksigen yoxdur. Yəni, bunu hidrogen var, oksigen yoxdur. Karbon qazında baxıram, oksigen var, hidrogen yoxdur. Amma burada suda hər ikisi var. Ona görə də Y kimyəvi birləşməsi H2O-dur. Yəni, A variantı. Uşaqlar, onu deyim ki, çoxlu kimyəvi birləşmə var. Və yəni, bu kimyəvi birləşmələrdə çoxsunda ola bilər. Deyirsiniz ki, məsələn, hər hansı bir şey göstərirsiniz. Məsələn, CH4-ü göstərə bilərsiniz, metanı. Deyirsiniz, axı, onda da NH3 kimidir. Yəni, hidrogen var, amma oksigen yoxdur. Bəs o necə olacaq? Yəni, bizə sadəcə olaraq burada verdikləri qaza görə, suya görə biz müəyyən edirik bunu. Yoxsa burada en qədər içərisində hidrogen olub, oksigen olmayan kimyəvi formullar var. İndi keçək Z kimyəvi birləşməsinə. Deməli, bunun tərkibində oksigen var, amma nə yoxdur? Hidrogen yoxdur. Baxıram, bunun tərkibində hidrogen var. Bunun da tərkibində hidrogen var. Amma bunun tərkibində hidrogen yoxdur. Oksigen isə var. Deməli, burada da Z-ə B gedəcək. İndi gəlin müxtəlif rənglərlə hər birini uyğunlaşdıraq. 1-ə C getdi. 2-yə A getdi. Yəni 2A-ya uyğunlaşdı. 3 isə B-yə, B ilə uyğunlaşdı. Aha, bu qədər. İndi keçək 5-ci çalışmamıza. Molekulunda eyni sayda atom olan kimyəvi birləşmələri müəyyən edin.
Baxırıq. Əvvəlcə bunların kimyəvi formullarını yazaq. Karbon qazı, metan, eyni sayda atom olsun. Bunda bax 1 var burada. Yəni 1 yazılmış kimyada. 1 ilə 2-ni toplayıram. 3 atom. NH4-də yenə bunda 1 atom istifadə olunur. 1 ilə 4 toplayıram. 5 eləyir. Heç nə yazılmışsa deməli 1-dir. Burada da bir dənə 1 var. 1 ilə 3 toplayıram. 4 eləyir. Burada da bir dənə 1 var. 2 ilə 1 toplayıram, 3 eləyir. Baxaq görə indi hansında eyni sayda atom var. Deməli, bir karbon qazında, bir də suda var. İndi gəlin qarşısından qeyd edək. Suda. Üstündən də qeyd edək ki, bunda da 3 atom var. Bunda da 3 atom var. B variantına baxaq. Təbii qazın əsas tərkibi hissəsi olan kimyəvi birləşməni müəyyən edin. Təbii qazın tərkibi metandan ibarətdir. Yəni təbii qazın tərkibi CH4-dür. C variantına baxaq. Hansı kimyəvi birləşmənin molekulunda olan atomların sayı metan molekulunda olan hidrogen atomlarının sayına bərabərdir? Bir dəqiqə. Heç biri. Yəni metanın molekulunda kimyəvi birləşməsi, yəni metanda olan 5-dir. Yəni atomun sayı 5-dir. Amma digər heç birində yoxdur və bizə burada deyir ki, hidrogen atomlarının sayına. Bunun hidrogen atomu, metanın hidrogen atomu 4-dür. Amma digərlərinə baxıram, məsələn, burada H3-dür, burada H2-dir, burada da heç yoxdur ondan. Yəni heç biri bərabər deyil. Nəzərsiz heç biri cavabınızı birləşdirən formula yazmaqla əsaslandırın. Nəzərsiz ki, Keçək 6-ya. Cədvəl dəftərinizi köçürün və boşluqları tamamlayın. Deməli, maddə verib, adı və formulu var. Deməli, formulu CH3COOH olan maddənin adı sirkədir. Yəni, sirkənin formulu CH3COH-dır. COOH-dır. Şəkərinki, deməli, C12, H22, O11-dir. H2O2 olan isə hidrogen peroksiddir. Yəni, biz istifadə etdiyimiz perkiz hidrogen peroksid adlanır. Üstünə baxsaz, hidrogen peroksid yazısını görəsiniz.
Naşatır spirti. Naşatır spirti amonyakın suda məhlulundan əmələ gəlir. Amonyakın formulunda NH3, yəni suda məhlulu da NH3-ü bizə verir. 7-yə baxaq. Qaz, maye və bərk halda olan faydalı qazıntıların hər birinə nümunə göstərin. Bu faydalı qazıntıların istifadəsini sadalayın. Deməli, baxaq qaza. Qərar ilə yazmaq daha yaxşıdır. Qaza aid yazaq. Qazı təbii qaz misal göstərə bilərik. Misal göstərə bilərik. İstifadəsi isə məişətdə bir dənə nümunə yazsaq elə bəsdir. Deməli, biz burada qaz halında olana təbii qazın misal göstərdik, istifadəsi isə məişətdə istifadə olunur. Sonra keçək maye halda olana. Maye halda olan nefti misal göstərir. İstifadəsi isə məsələn benzin əldə olunur neftdən. Benzin əldə olunaraq nəqliyyat vasitələrinin istifadə edir. Həmçinin ağ neftdən də təyyarələr istifadə edir. Ona görə yaza bilərik ki, nəqliyyat vasitələri. Və burada da mayenin altından qırmızı xətt çəkək. Aha, keçək. Bərk halda olana aid nümunə yazaq. Bərk halda olana kömürü misal göstərə bilərik. Kömür isə məsələn qələmlərin tərkibində var da, kömürün allotropik şəkil dəyişmələri deyə bir dərs var. Bilmirəm indi onu siz keçməmisiniz. Məncə hələ keçməmisiniz. Ya da keçmiş də ola bilərsiniz. Allotropik şəkil dəyişmələrdə kömür qrafitə çevrilir. Hansı ki, sadə qələmin içində, yəni karandaşın içərisində qrafitdən istifadə olunur. Həmin qrafitdə kömürdən əldə olunur. Sonra almaz özü qrafitdən əldə olunur, yəni kömürdən. Mənbəyi kömürdür və almaz da cilalanıb brilyanta çevrilir. Amma burdan kömürdən məsələn manqal qalayarkən də istifadə olunur. Yəni qida bişirərkən, yemək bişirərkən də istifadə olunur. Belə də yaza bilərik ki, bunu kömürün istifadə qaydası burada elə yazaq ki, məsələn manqal qalayarkən istifadə edirik. Bunu yaza bilərik. Yəni qrafit də yaza bilərsiniz. Yəni sadə qələmin içində olan maddə qrafitdir. Və onu da deyim ki, qrafit yazsaz heç də yanlış 2 dəqiqə yazdım. Deməli, uşaqlar, siz burada
Sərgəli yazım mən. Deməli, qrafit yazsanız heç də səhv olmaz. Niyə? Səbəbi budur ki, qrafit yazsaz, qrafitin tərkibi də kömürün tərkibi ilə eynidir. Kömür də ilə kömürün tərkibi də karbon qazının tərkibi ilə eynidir. Yəni qrafitdə yaza bilərsiniz, almaz da yaza bilərsiniz, hətta brilyant belə yaza bilərsiniz. İndi keçək 8-ci tapşırığa. Onu vurğulayım ki, başa düşmədiyiniz bir şey olarsa, yəni bir məqam olarsa, mütləq məndən soruşun. Keçən səfər bir şagird soruşmuşdu, dünən də bir qız soruşmuşdu. Hər birinə izahını verdim. Hansı ifadələr doğru deyil? Fikrinizi əsaslandırın. Lavanın yer səthinə çıxdıqdan sonra soyuması və bərkiməsi nəticəsində maqmatik suxur əmələ gəlir. Bu doğrudur. Niyə? Maqmatik suxurlar bilirik ki, obsidiandır, qranitdir və bazaltdır. Bunlar, yəni təkcə bu üçü ilə kifayətlənmir, daha çoxu da var. Sadəcə olaraq sizə 7-ci sinif materialında bunlar verilib. Yəni maqmatik suxurdan əmələ gələn çox maddəmiz var. Yəni sadəcə qranit, bazalt və obsidiandan ibarət deyildir. Bunlar hər biri maqmatik suxurdan əmələ gəlir. Yəni lava yer səthinə çıxdıqdan sonra soyuması və bərkiməsi nəticəsində maqmatik suxur əmələ gəlir. Doğrudur. Maqmatik suxurlar əsasən məsaməli olur və bərkliyi çökmə suxurlardan daha az olur. Xeyr, maqmatik suxurlar deməli bərkliyi çökmə suxurlardan çox olur və məsaməli olmur. Çökmə suxurlar məsaməli olur. Bu yanlışdır. Qum daşı yer səthindəki maqmatik suxurların tədricən parçalanması, külək və yağış suları ilə düzənlik ərazilərə yayılması və tədricən heyvan və bitki qalıqları ilə qarışaraq çökməsi ilə əmələ gəlir. Bəli, qum daşı bu cürə əmələ gəlir. Yəni burada heyvan bitki qalıqlarının bir-birinə qarışaraq çökməsi nəticəsində qum daşı əmələ gəlir. Bu doğrudur. Daha sonra mərmər tədricən ondan üstdə olan suxur qatlarının ağırlığının və yüksək temperaturun təsiri ilə sıxılaraq əhəng daşına çevrilər. Xeyr, əksinə olaraq əhəng daşından mərmər əldə olunur. Yəni əhəng daşı suxurlar qatlarının ağırlığına və yüksək temperaturun təsiri nəticəsində mərmərə çevrilir. Tam əksinə olmalıdır. Yəni bu fikir yanlışdır. Bu qədər, amma mən burada belə bir şey etmək istəyirəm ki, dəftərinizə yazasınız. Siz indi bunu, ona görə belə vergüllər əlavə edin bura. Belə. Bu hissəni hətta silək, daha səliqəli yazaq. Bu qədər uşaqlar, sağ olun, salamat qalın. Videonu bəyəndinizsə kanala abunə olub like atmağı unutmayın. Bir sualınız yaranarsa mütləq şərhlərdə qeyd edin, izahını verəcəm. Sağ olun.